Davam edirik. Qazaxda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıcısı Yusif Səmədoğlunun ədəbi irsi, ənənə və müasirlik kontekstində elmi-praktiki konfrans keçirilib. Ədibin 90 illik yubileyi münasibəti ilə təşkil olunan tədbirdə onun həyat və yaradıcılığını əks etdirən kitab və fotosərgi ilə tanışlığı olub. Sonda tələbələr arasında keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Yusif Səmədoğlu insanlara nəyi öyrədirdi? Həyatı sevməyi öyrədirdi. Ölümdən qorxmamağı öyrədirdi. Qətillərə qarşı idi, qatillərə qarşı idi. Qətlin özünün qətl olunmağını istəyən sənətkar idi. Onun xüsusilə yazdığı Qətl Günü romanı Azərbaycan ədəbiyyatının ən görkəmli əsərlərindən biridir. Onun digər şeirləri, vətənpərvərlik haqqında, o dərin məzmunlu şeirləri Azərbaycan oxucularının rəğbətini qazanmışdı. Yusif Səmədoğlu tərcümə halında ən müxtəlif məqamları birləşdirmişdi. Azərbaycan və Ulduz jurnallarının redaktoru olmuşdu. Millət vəkili, təkcə nasir və eyni zamanda ictimai xadim olaraq deyil, bütün bu keyfiyyətləri öz yaradıcı şəxsiyyətində ümumiləşdirmiş bir sənətkar idi.